Mikail Müşfiqəmi dosyası Bağırov stolunun üstünə gedəndə həm cavan olduğuna görə təəssüflənir, həm də ki, deyir, bir öyrənin, görün kimlərdəndir bu. Burada məndə bir sənət var. Bu heç yanda mən bunu göstərməmişəm. Amma Xızı TV-yə göstərmək istəyirəm. Bu Müşfiqlə Dilbərin evlilik şəhadətnaməsidir. Əli əlimdə gördüm ki, xırıldayır, qışqırdım, ata gəl, nəsə oldu ona. Atam gəldi, məni atamın qucağında keçirdi. Bir şəkil var məndə. Çox əziz olan bir insan, mənə olan bir insan. Bu şəkildə heç yanda mən verməmişəm, göstərməmişəm. Mənim Mikail Müşfiqəmlə deyəndə qohumluğum, yəni atam Yunus Dağlı ilə Mikail Müşfiq əmi olurdular. Bir İsmail babamın iki oğlu olub, Əbdülqədir, Əbdülcavad. Əbdülqədir Mikail Müşfiqin atasıdır, Əbdülcavad da atamın atasıdır, Yunus Dağlı'ndan. Mikail Müşfiqəmi haqqında mən nə deyə bilərəm? Yəni, ailə üzvləri 1886-cı il katastr siyahısı deyirlər də, belə bir arxiv materiallarına mən tanış olanda, orada elə bir Mirzə Əbdülqədir Müsaqi 26 yaşında, Əbdülvahab Mirzə Əbdülqədir oğlu 1 yaşında. Yəni, o vaxt Əbdülqədir əminin 1 yaşında oğlu olub, birinci evladı Əbdülvahab olmadı. Yəni, mən bunu nə üçün deyirəm? O adı mən daşıdığıma görə, yəni o ad hardan gəlir ki, mənə o ad qoyulub, verilib. Mən 1905-ci ildə o Erməni-Müsəlman davası başlayanda həmin ərəfədə həmin o Əbdülvahab əmi şəhid olub. O Dağüstü Parkda o şəhidlərin dəfn olunduğu yerdə o vaxtın şəhidləri var idi. Sümükləri yığıb bir qırağa qoydular. Yəni həmin yerdə dəfn olunmuşdu. Birinci cavan şəhidimiz o idi, mən bildiyim. O Əbdülvahab əmi rəhmətə gedəndən sonra bir İsmail adında babamın adını qoyur Əbdülqədir əmi, böyük oğluna. İsmail deyil, Mirzə deyirlər ona. İndi Mirzə kimi çoxsu tanıyır onu. Ancaq babamın adı olur. Mirzə, sonra iki bacısı, Böyük xanım bebi, Balcı xanım bebi. Mən eşitdiyimə görə o Mikail Müşfiqəmi dosyası Bağırov stolunun üstünə gedəndə həm cavan olduğuna görə təəssüflənir, həm də ki, deyir, bir öyrənin, görün kimlərdəndir bu. Yəni, sonra bir neçə müddətdən sonra məlumat yığıb gəlib məruzə eləyirlər Bağırova ki, bəs bu dağlılardandır, bəs bunun əmsi oğlanları var ki, Vahab, Əsəd, bəs Bakı bulağın başına and içir. Yəni, çox hörmətli oğlanlardır. Birdən Müşfiqə toxunulsa, başı qarışar bir-birinə. Yəni, o boyda gücləri olur, ətrafı güc olur. Deyir, onda Bağırov tapşırır ki, onda birinci olağı götürün. Əsəd əmi ilə Vahab əmi atışırlar bu NKVD işçiləri ilə. Əsəd əmini yaralayıb götürürlər. Vahab əmini 38-də güllələnir. Belə eşitmişik.
Əsəd əmi də işgəncə nəticəsində rəhmətə gedib, dünyasında işin. Yəni nə Əsəd əminin, nə Vahab əminin məzarlığa yoxdur olandı müşrik kimi. O Vahab əmidən sonra 58-ci ildə elə bir mən dünyaya gələm. Bir il mənim adımı qoymurlar. Bir il adımı nöş qoymurlar. Çünki məndən qabaq Əsəd bir qardaşım olur. Əsəd əmin adını qoyurlar ona, dünyasını dəyişir. Daha görürlər, ölmüş adamın adını qoyanda uşağa rəhmətə gedir. Ona görə bir il mənə adsız saxlayırlar. Bir ildən sonra Vahab əminin adını mənə verirlər. Yəni mən 3-cü Vahabam bu nəsildə. İndi qayıdaq Müşfiq əminin söhbətinə. Müşfiq əmiyə görə bacılar da çox əziyyət çəkir. Dəfələrlə deyilib, çəkilişlər olub. Yazılarda yazılıb. Yəni bacılarının başlarına gələn əhvalatlar. Böyük xanım bibi özünü yandırıb ki, hökumət adamlarının əlinə düşməsin. O dalıcan gələndə. Balaca xanım bibi də Dilbər xanımla bir yerdə çox əziyyətlər çəkirlər. Babət, məsələ, adicə Şən gülüm, şün gülüm onun əsəri var. Hər bir uşaqlar üçün yazılıb da. Amma o vətəndən, ana vətəndən gedir söhbət. Ana keçidir. Ana vətəndir. Yəni, o vaxt bu məsələn, Şən gülüm, şün gülüm necə başlayır? Biri varmış, biri yoxmuş. Burada atılan sözləri var. Allah'ın buyurduğu kəlamlar işlənilir. Məsələn, Şən gülüm, şün gülüm belə başlayır da. Biri varmış, biri yoxmuş. Məzlumların dərdi çoxmuş. Məzlum sözünə gələndə Quranda ayələr var. Rəhman Allah məzlumların haqqını zalimlardan alan Allahdır. Yəni Allah məzlumları sevən Allahdır. Yəni müşrik uşaq nə başa düşür məzlum nədir, amma uşaqlığından onları tanış eləyir ki, bu məzlum sözünü tanıyır. Biri varmış, biri yoxmuş, məzlumların dərdi çoxmuş. Saqqallı bir keçi varmış, bunlar hələ belədir. Yəni ki, ana vətənə gətirəcək. Saqqallı bir keçi varmış, gəzdiyi qayalarmış. Dağdan daşa atılanaraq, indi atalar sözünə bax, kişiyə nəsiyyət verir. Dağdan daşa atılanaraq, hər zəhmətə qatılanaraq, yaşarmış öz əməyi ilə, bir kimsənin köməyi ilə dolanmaqdan utanarmış. Onun 3 yavrusu varmış. Həmin o 3 yavru o vaxt Danquli, Şanquli, inşallah indi bu Rəfail Oğuz Türk var, qardaşımız. Onun əsərlərində var bunlar hamısı. O Göytürklər barədə zətlər məlumat verir. Yəni bu şeyin əsərin içində o ana keçi vətən mənasındadır, amma vətənin seçmə oğullarını məhv eləmək prosesi gedir. Onları bir də bu uşaqlara aid yazdığı Şən gülüm, şün gülüm əsərində necə bildirir. Qazilər kimdir? Nə bilim, tülkü qazi olur. Nə bilim, cəllad kim olur? Bunlar hamısı işarələrlə verir. Bu kökaltı sətirlər var da. Sonra bir qəzəli var. Bilənlər bilir. Mən əsas o yerin deyəcəm ki, ağlayan mən, sızlayan mən, amma ki bilməm neçin, həp alar ağuşuna, gah o səni, gah bu səni. Yaxşı, bu qıza deyir, əgər qıza deyirsə. Müşfiq oğlan deyir, axı, o qucaqdan qucağa gezən qızı, qıza nəsə əsir eləsin. Ana vətəndən geyik söhbət. O vaxtda Qarabağ məsələsi qlobal məsələ idi. Mükəmməl Müşfiq onlarla qırğın eləyirdi. Tək Mükəmməl Müşfiq yox, Əhməd Cavad idi, rəhmətli, çoxları.
Atam çox ağır kişiydi. O durub uşaqlar üçün nəsə danışsın zaten. Belə şeylər onluq deyildi. Çox ağır adam idi. O boyda kişiyə nə boyda sual verəsən ki, cavabını versin, yəni ala biləsən, mümkün deyil. Bizdə də o cürət yox idi. Ata evə girən kimi nəfəs almırdıq ki, nəfəsin yarısı qalırdı, yarısı belə. Özümüz yəni onu o dərəcədə ən uca, ən ağır bilmişik. İndi əstağfurullah deyir, Allahdan sonra atat da, yəni onun dərəcəsini bilmişik biz və ona o sualları bir dənə nə vaxt başa düşmüşük, o böyük siniflərdə oxuyan ərəfədə Müşfiq əmi haqqında hələ bir televiziyada veriliş, nəsə veriliş getdi. Nadejda İsmailova onun haqqında birinci dəfə danışdı. Atanın gözündən yaş gəlir. O boyda kişinin gözündən yaş gəlmir, bir üstünədir. Nə bilim, bir vulkan püskürməsi. Ata ağlayır. Mümkünsüz bir şeydir. Atanın da daha hər tərəfdə, hər aləmdə yəni sözü keçən kişi olub, daha çox yuxarılardır. Hökumət tərəfindən demirəm, cəmaat içində. Ən böyük kişilər elə ətrafında olub, çoxsu. Atam məsələn bir dəfə bu qonaq gəlmişdi, atamın dostları gəlmişlər. Onda danışırdı ki, Müşfiq mənə çağırdı ki, dükana göndərməyə, papruz almağa da. Onda şeir dəftərimi də apardım, verdim ona ki, əmrəoğlu, mən də şeir yazıram da. Getdim dükana gəldim, Süleyman Rüstəm oradaydı, bir də Mirzə İbrahimov. Müşfiq onlara dedi ki, biz Yunus da şeir yazırıq. Dedi, ver bir baxın. Süleyman götürdü, oxudu şeiri. Dedi, Müşfiq səndən güclü yazır ki, zarafatca belə gülüşdülər deyir. Yəni bir dənə belə bir epizod var. Başqa xatirə yoxdur, amma mən bu kişilərə sözüm var. Özünü kişi sayanlara. Bir kişi sözü, gör necə, deyirəm, biz indi Sovetin əlifbası ilə yazmışıq da. Kişi sözünü yazanda hamısı iyi, iyi, belə ucbiz tikanlı bir şeydir. Hər adam o sözü qəbul edə bilmir. İndi bana bir hansısa kiminsə, o şimdi neysə belə, necə deyim, kişilikdə haqqı olmayanın hansınasa düşün, kişi ol, kişi nə də, kişi sözü bəyənilmir, qəbul olunmur. Ne üçün? Kişi sözü kişilərə aiddir. Yaşından asılı olmayaraq. Yaxşı ki, Müşfiq yoxdur. Atam yoxdur, əmilərim yoxdur. Qardaşım yoxdur. Yaxşı ki, yoxdular. Mənim bu kişi məsələsində dağlarda sözüm var, bir kəlmə. Mən şehirzat deyən deyirəm, xoşum gəlmir də. Kimsə desə mənim şeirimi, qəzəlimi, əybi yox, xoş olur. Amma deyən deyirəm, amma indi deyirəm, ne üçün? Hələ bu kişiliyə xatir. Dağlılara əsas aiddir. Şairlərin iki növü var da, bilirsiniz. Diplomlu şairlər, diplomsuz şairlər. Diplomsuz şairlərə təbii şair deyirlər. Təbii şair üçün hansısa bir sir, ya gizli ya da ki, bağlı olarmı? İnsana gəl qiymət verməyən kəsin, siz deyin şuuru ağlı olarmı? Tərlanlar oylağın qarğalardaca, şir gəzən meşədə tülkülər gəzər. Bəzi dağlara dəyməsin nəzər,
Hər dağda sülənən dağlı olarmı? Bu qədər. Müşfiqdən danışmaq əlbəttə çox çətindir. Xüsusilə məndən soruşanda Leyla xanım, siz nə deyə bilərsiniz Müşfiq haqqında? Mən bilirsiniz, özümü xoşbaxt bir adam hesab edirəm ona görə ki, mən uşaqlıqdan demək olar Müşfiq aləmində yaşamışam. Uşaqlıqdan Müşfiq adı eşitmişəm. Uşaqlıqdan Müşfiq haqqında söhbətləri eşitmişəm. Evə gələnlər daim Müşfiqdən danışırdılar. Ona görə Müşfiqin qızı olmasam da, amma uşaqlığım elə o xatirələrlə böyümüşəm. Müşfiqi sevən çox idi. İndi də çoxdur və həmişə də olacaq. Evimizə tez-tez Müşfiq sevənlər gələrdilər. Xüsusən gənc şairlər. Dilbər xanımla hər dəfə bir xatirə istəyirdilər, eşitsinlər ki, Müşfiqdən danışsın. O da sevə-sevə o xatirələrlə bölüşürdü. Sanki Müşfiqdən danışanda o təzədən yaşayırdı Müşfiqlə. Ona güc verirdi o xatirələr. Və sonra o xatirələri çevirdi. Xatirələr yazanda bir kitab buraxdı, Müşfiqli günlərim xatirə kitabı. Demək olar ki, o kitab o vaxtlar hər kəsin bir stolüstü kitabı kimi sayılırdı. Çox sevildi o kitab. Orada Müşfiqi bir insan kimi, bir həyat yoldaşı kimi, bir dost kimi hər tərəfli o kitabda Müşfiq haqqında danışılırdı. Dilbər xanım anadan olanda deməli, bu onun ailəsi bilirsiniz də, əmisi İdris Axundzadə tanınmış Əhməd Cavadla, Hüseyn Cavidlə yaxın olan bir insan idi. O Bakıda yaşayırdı. Deməli, Dilbər xanım atası rəhmətə gedəndə, Dilbər xanım hardasa 4-5 yaşı var idi, belə balaca idi. Amma onun atası ilə anası ayrılmışdılar. Və Dilbər xanım analıqla qalırdı. Atası imkanı olduğuna görə Dilbər xanımı yanında saxladı, Dilbər. Və analıqla bir yerdə. Bu analıq çox qəddar bir xanım idi. Dilbər həddindən artıq çox incidirdi. Dilbər də qorxusundan nə atasına deyə bilirdi, balaca uşaqdır, nə desin. Atası rəhmətə gedəndən sonra bu əmisi, Bakıda olan əmisi, İdris Axundzadə gedir Gəncəyə ki, qardaşını dəfn eləsin. Və orada Dilbəri görür, Dilbərə baxır. Dilbərin soruşur ki, Dilbər necəsən? Bu sözü deyən kimi Dilbərin gözündən yaş gəlir. Heç nə deyil. Baxan kimi başa düşdü ki, bu uşağın burada yaşayışı yaxşı deyil. Özünlə götürdü, gətirdi Bakıya. Və Bakıda onu məktəbə qoydu, qızlar məktəbində oxudu, sonra texnikumda oxudu. Çox gözəl bir orada tərbiyə, təhsil, çox oxuyurdu. Dilbər xanım oxumağı çox sevirdi. Sonra bu əmisi həyat yoldaşı Fəramuş xanım Müşfiqlə bir oxuyurdu İnstitutda. Və bunların buraxılış gecəsi idi. Dilbər xanım da Fəramuş xanım Dilbərə deyir ki, gəl sən də aparım o tədbirə. Dilbər xanım da əlbəttə sevinə-sevə buraxılış gecəsi institutda sevinə-sevinə bir razılıq verib o da getdi. Buraxılış gecəsini başlamamışdan əvvəl foyedə belə dayanmışdılar, gözləyirlər ki, başlasın tədbir. Bir yanda da orada bir gənc oğlanlar dayanmışdı, söhbət edirdilər. Və oradan biri ayrılıb yaxınlaşdı bunlar tərəfə, Fəramuş xanımın yanına, yəni İdris Axundzadənin həyat yoldaşının yanına, yəni Dilbər xanım əmisi arvadının yanına yaxınlaşdı və
salamlaşdı. Salam Fərəmuş xanım, necəsiz? Söhbət etdi. O da Müşfiqə əvvəl qızlara dedi ki, Dilbər xanım, bir də Fərəmuş xanım bacısı da gəlmişdi. Qızlar dedi, qızlar tanış olun. Bu bizim Müşfiqdir. Müşfiqə də dedi, tanış ol, bu deməli İdris Əfəndinin qardaşı qızıdır. Bu da mənim bacımdır. Deməli Dilbər və Həcər. Belə bu tədbir başlamamışdan görüş oldu. Sonra tədbir başlanandan sonra bunlar əyləşdilər zalda. Elə oldu ki, Dilbər xanım əyləşən cərgədə Müşfiq götürdü, elə yerdə oturdu ki, Dilbər xanım arxasında yer götürdü, orada oturdu. Dilbər xanım da uzun hörükləri var idi onda. Hörüyünü arxaya atanda, indi olub-olmayıb onu deyə bilmirlər. Amma şeirində elə yazıb ki, güya onun hörükləri toxunub Müşfiqin üzünə. Və elə oradaca birinci şeirini Dilbərə yazır. Xayr, hörüklərin deyildir ilan, o əski şairlər söyləmiş yalan. Birinci şeir belə olur və sonra davamlı yavaş-yavaş təklif edir görüşə, və görüşlərə razılaşmır, çıxmır. O axtarır, rəfiqələrindən məktublar göndərir ki, gedin Dilbərə bunu çatdırın, niyə görüşə gəlmir, niyə görüş. Bir dəfə Dilbər xanımın texnikumda bir rəfiqəsi var idi, Pirayə xanım. O Müşfiqin qonşuluğunda yaşayırdı, Müşfiqgil yaşayan yer. Yolda görür Müşfiq onu, deyir ki, ay Pirayə, bilmirsən Dilbər necədir, hardadır? Deyir, elə oradan gəlirəm. Yatırdı, evdəydi, yatırdı. Mən gedəndə o yatırdı. Deyir, ay Pirayə, səndən bir şey xahiş edirəm. Bir də ged ora, ged gör, hörükləri əgər onun yorğanın altındadırsa, onları çıxart, qoy yorğanın üstünə. O qədər həssas, o qədər incə bir, qəlbli bir insan idi. Sonra da ki, yəqin sonraki həyatda evlilik olur. Əvvəl nişan olur, sonra evlilik olur. Demək olar, bütün tanınmış o vaxtlar insanlar o nişanda, o toyda olurlar. Dilbər xanımın da həyatı çox ağır keçib. Bəli, o da Müşfiqdən sonra onu da həbs edirlər və ağır həbsxanada keçirdi, ağır günləri onu əsəb xəstəliyi tapır. Amma əvvəl onu həbs edəndə Dilbər çox aktiv idi. Ona görə ki, onu tutanda o vaxta qədər o həm Bakı Sovetinin deputatı idi, həm Medinstitutun 2-ci kurs tələbəsi idi. Çox aktiv idi. Və oradakı qadınlara həmişə təsəlli verirdi ki, qorxmayın, hər şey yaxşı olacaq, yazacağıq, bizi məktubu çatacaq, eşidəcəklər, görəcəklər və biz günahsız olduğumuzu bilib bizi buraxacaqlar. Hamını belə sakit edirdi. Doproslar ki, aparılırdı. Onlar çox sonra təsir oldu onun sağlamlığına. Və Dilbər xanım əsəb xəstəliyinə tutulub, sonra həbsxananın xəstəxanasına yerləşdirilir. Orada xeyli qalıb müalicəni alandan sonra. Bir şey xatırlamaq istəyirəm ki, həbsxanada olan həyatda orada bir neçə qadınlar var idi. Anamla bir kamerada olanda onlar sonra deməli bu Ömgülsüm xanımın xatirəsi mənə çox təsirli idi. Onu oxuyandan sonra bir müddət özümə gələ bilmirdim. Ömgülsüm xatirəsində bir neçə gün Dilbər xanımın oradakı
keçirdiyi günləri o haqda yazır öz gündəliyində və evə göndərir bir neçə vərəq. Burada da o Dilbər xanımın həyatından, oradakı keçirdiyi günlərdən yazır. Mən onu niçin demək istəyirəm? Ona görə ki, Mişuqə olan, həbsxanada olan onun cavabı, onun söylədikləri çox təsirlidir. İstərdim onları ilə burada sizə də göstərim. Yenə bugün çox əhəmiyyətli bir gündür. Bu günü yazmamaq olmaz. Səhər tezdən bizim kamera ilə üzbəüz olan kameradan bir hay-küy qopdu və biz qapıya toplaşdıq. Nə qədər acı bir mənzərə. Şair Mikail Mişgün arvadı. Axırda deyir ki, yəni o vəziyyəti dəyişir və onu yuxarıya xəstəxanaya aparmışlar. Tam bizim kamera ilə üstündə olan palataya tək salmışdılar. Axşama kimi yatmışdı. Axşam ayılıb yenə başladı. Bütün gecə səhərə qədər şikayətli sözlər söyləyirdi. Yəni, onun dediklərini aydın eşitmək olmasa da bəzilərini anlaşılırdı. Dilbər özünü oxşayırdı, çox hüzünlü bir ahənglə deyirdi. Yazıq Dilbər, hey, yetim Dilbər, hey, kimsəsiz Dilbər, hey. Sonra sadə, danışıq tərzi ilə Mişuqim gəlsin, atam gəlsin. Gedin qapını döyün, atama deyin, qoy gəlsin, mənə aparsın. Mənə deyirlər, dəli olmuşam. Mən yarımın yolunda ölməliyəm. Ey gözə görünməyən Allahı, deyirlər, sən yoxsan, özün mənə rəhm elə. Müalicə olandan sonra axırda onu buraxırlar. O Gəncəyə gedir. Gəncədə də ağır illər, ağır günlər onu gözləyirdi. Öz doğma ata evinə onu buraxmırlar. Ona görə ki, xalq düşmanının yoldaşısan, həyat yoldaşısan. Bəzi qohumlar ondan uzaqlaşırlar. Ağır günlər olur. Elə başqaları da elə olurlar. Tək Dilbərə çətin deyildi. O vaxt repressiya qurbanlarının həyat yoldaşları da ağır günlər keçirirdi. Onun xəstəliyini, müalicəsini eləyir anası. Və bir müddətdən sonra həkimin məsləhəti ilə mənə məsləhət görülür ki, bu ailə həyatı qurmalıdır, yoxsa onun xəstəliyi təzədən başlaya bilər. Və Dilbər xanım bir neçə müddətdən sonra, yəni xeyli vaxt keçəndən sonra ikinci ailə həyatı qurur. Kəbinlə, Mişuqdən boşanması olmayıb. Və beləcə dünyaya gəlirik. Məndən qabaq 2 qardaşım və belə bizimlə yaşayır. Sonra məktəbə orada Gəncədə işə düzəlir. Sonra bəraət olandan sonra Balaca xanım və Mişuqun dayısı Dilbəri tapıb deyirlər ki, gəl Bakıya. Belə sonra biz Bakıya köçdük. Dilbər xanım deyirəm sizə, Dilbər xanımla danışanda xatirələr kitabı düzdür yazdı, qoydu, o çox vacib idi. Onu Mişuq sevənlər daha da yaxşı tanıdılar hər tərəfdən. Amma Dilbər xanım hər günü Mişuq ilə bağlı idi. Mən düzdür, mənim 1 yaşım var idi atam rəhmətə gedəndə. Deməli, biz anam tək böyüdük də, məni və qardaşımı. 2 qardaşım rəhmətə gedib, biri elə çoxdan, amma ikinci qardaşım o 13-cü ildə rəhmətə gedib. 2013-də. İkisi də ürək xəstəliyindən rəhmətə gediblər. Demək istəyirəm, onun həyatı elə Mişuqlə, axıra qədər elə Mişuqlə bağlı idi. Səhər durardı, belə bir gündəlik kimi yazardı, nə eləməlidir.
kitabın buraxılışı, tədbir, görüşlər, yubiley ilə bağlı nə məsələlər qaldırmaq lazımdır, nə etmək lazımdır. Bax, belə həyatı elə-belə keçirdi. Çoxlu görüşlər olurdu. Səhər ayılanda bir də görürəm ki, Dilbər xanım ilə mən başımın üstündə oturub, elə gözləyir ki, mən yuxudan oyanım. Yuxudan oyanında soruşuram ki, ayağına nə olubdu? Deyir, Leyla, səhərdən gözləyirdim ki, sən durasan. Bir təzə şeir yazmışam, onu sən oxumaq istəyirəm. Oxudu, bir neçə şeir yazdı, dalbadal şeirləri oxudu. Çox heyif bəzilərini yazmamışam, yadımda da qalmayıb. Amma onun özünün yazıları, Mişuqa yazdığı şeirlər hələ də var, qalıb, kitabda da verib, hələ çoxsu çap olunmuyub, hələ evdə də var, inşallah onlar da çap olunar. O şeiri oxuyurdu, sanki onda sakitləşdirir. Hər gün durardı, elə bir plan yazardı ki, bugün görüşə getməliyəm, bugün onun kitablarının buraxılışı ilə məşğul olmalıyam, bugün hamısı mərkəzi komitəyə, Nazirlər Kabinetinə, çoxlu çalışırdı Mişuqin ev muzeyi açılsın. O vaxtdan indiyənə kimi elə o arzusu yerinə yetmədi. İnşallah inanıram ki, bir gün o da olacaq, bir gün Mişuqin ev muzeyi də açılacaq, Allah qoysun. Belə həyatı belə keçirdi görüşlərlə, Mişuq danışmaqla, Mişuq haqqında söhbətləri eşitməklə. Hər dəfə evə gələndə ya gənclər, ya gənc şairlər sevinərdi, oturardı onlarla, xeyli söhbət edərdi. İndiyənə kimi yadımdadır, Qafar Asgərzadə deyirdi ki, gəlmişdim anlamla. Xeyli oturub söhbət eləyirdik, nə qədər deyir, Mişuqdan danışırdı. Və başqaları ümumiyyətlə. Bir dəfə də o kitabda düzdür onu yazıb Dilbər xanım ki, biri gəlmişdi, görüşmək istəyirdi. Dilbər xanım da evdə tək idi. Qorxdu qapını açsın ki, tanımır kimdir. Soruşanda ki, siz kimsiz? Dedi, mən istəyirdim Dilbər xanımla görüşəm. Bu tək olduğuna görə dedi ki, Dilbər xanım evdə yoxdur. Siz telefon nömrəni götürün, o evdə olanda anda gələrsiniz. Balkona çıxdı, baxsın ki, kimdir? Bir də görür ki, o həyətdə bir nəfərlə söhbət edir. O da jurnalist idi, bizim həyətdə yaşayırdı. O jurnalistlə görüşəndə, yəqin ki, jurnalist bundan sonra xeyr ola bu həyətə gəlmişsən. O da deyir ki, Dilbər xanım gilə gəlmişdim. Dilbər xanım da evdə yoxdur. O deyir, balkonda baxır, özü baxır, evdədir. Onda bildi ki, Dilbər xanım evdədir, amma ki, qapını açmır, gedən kimi bir şeir yazıb. Baxdın sağa, baxdın sola, gözlərində dola-dola, özün Dilbər ola-ola, niyə dedin, mən deyiləm. Bir də ardı var, çox gözəl bir şeirdir. Yəni, belə əhvalatlar da olurdu, amma görüşlər çox olurdu. Bu ki, Mişuqin 80 illik yubileyinə hazırlıq gedirdi də. O elə düşdü ki, Respublikada 1988-ci il bilirsən də, 88-89 necə vəziyyət idi Respublikada. Onun ki, Dilbər xanım o vəziyyəti görəndə artıq Rus ordusu gəldi Azərbaycana. Dilbər xanım yenidən o xatirələri yada saldı, dedi, yenə belə olacaq, yenə çevriliş olacaq, yenə nə bilim, tuta-tut olacaq, necə. O qorxdu bu xəstəliyinə, bu çox təsir elədi. Amma ki, Mişuqin o sonuncu onun iştirakı ilə olan yubileydə o düzü çıxmamalıydı ki, ona görə ki, vəziyyəti yaxşı deyildi. O axırda razılaşdılar ki, kimsə gəlin, yalnız iştirak edin də, oturarsınız işte. Elə də razılaşmışdı. Getdi, oturdum. Birdən anar
təqdim elədi ki, söz verilir. Oradakılar hamısı dedi ki, mütləq danışmalıdır Dilbər xanım. Söz verdi Dilbər xanım. İnan, bax deyə bilmirəm, bu bir möcüzədir ya nə idi? O ki, yeriyə bilməyən, qolundan tutub ora gətirib qoymuşdular, otuzdurmuşdular. Dilbər xanım sanki elə bil ki, yerin üstündə deyildi, elə bir elə uçurdu. Bax, belə gəldi, yaxınlaşdı mikrofona, mikrofonu götürəndən sonra xatirədə danışdı, şeirlər də dalbadal Müşfiqə yazan şeirləri də dedi. Sanki o son gücünü hamısını topladı, yəni mən ta sizlə vidalaşıram da, yəni mənim o axırıncı sözümdür, axırıncı çıxışımdır. Və ondan sonra da Dilbər xanım, ondan sonra 90-cı ildə rəhmətə getdi. Müşfiqin bacısı Balaca xanım, ailəmizin ən sevimli, ən istəkli bir insanı. Demək olar, bəzi mənim belə böyüməmdə çox bir təsir oldu Balaca xanımı görməklə, onun yanında olmaqla. Düzdür, az olsa da, yəni dünyasını tez dəyişmişdi. Amma o uşaqlıq xatirələr yenə məndə, onlar qalıb. Həmişə bizi Vahabla, Reyhanə ilə çağırardı evinə qonaq, pişirərdi, dadlı yeməklər, yedizdirərdi bizə, sonra deyirdi, gedin həyətdə oynayın, sonra təzədən gəlirdi evə və xoş günlər idi onlar, çox xoş günlər idi. Nə deyim? Onda uşaqlıq illərdə insan, yəni ona duyğu göstərən, onu sevəni həmişə yadında saxlayır və nə qədər sonra böyüsə də, neçə yaş olsa da o xatirələr ona həmişə əziz olur. Bu şəkildə ikən də mən verməmişəm, göstərməmişəm. Balaca xanım, bax bu geyimdə ona ikən də məncə şəkli yoxdur. Bu geyimdə Dilbər xanımın evində, balkonunda həyətə baxır. Mən də həyətdəyəm, o elə məni axtarırdı balkondan ki, elə hardadır. Çox qiymətli bir şəkildir mənim üçün. Burada məndə bir sənət var. Bu heykəldə mən bunu göstərməmişəm. Amma Xızı TV-yə göstərmək istəyirəm. Bu, Müşfiqlə Dilbərin evlilik şəhadətnaməsidir. Çox qiymətli bir sənətdir və o Dilbər xanımın arxivində saxlanılıb. Mən də borc bildim bunu sizə göstərim. Mən çox şadam ki, Xızı TV məni yad etdi. Çox şadam ki, bu verilişi hazırlayıb. Ümumiyyətlə, Xızı TV həmişə Müşfiqi xatırlayıb. Həmişə də onun haqqında verilişlər hazırlayıb. Çox sevinirəm ki, bugün mən də mənə də qismət oldu. Çox sevinə sizə bunu danışdım. Sizə uğurlar arzulayıram. Yeni verilişlər. İnşallah istəyirəm ki, Xızı TV birinci desin ki, Müşfiq muzeydə və Müşfiq ev muzeydə açıldı. Bunu sizə arzulayıram. Mənim atamın xarakterini, xasiyyətini hamı bilirdi. Yəni, çox təvazükar, çox ağır xasiyyətli insan idi. Yəni ki, o oturub uşaqla dərdləşən, uşağa dərd verən insan deyildi. Biz də yəni artıq ağlımız kəsəndən
ona suallar verib dərdinin üstünə dərd qoymazdıq. Özümüz kənarda nə eşidirdik, qohumlar gələndə, qonşular gələndə, dostları gələndə, onlarla həm söhbət olanda kənardan nəyi eşidirdiksə, onu eşidirdik. Atam, yəni ki, müşfiqə görə hamı bilir ki, 16 yaşında repressiya qurbanı kimi həbs olunub sürgünə göndərilib. Onu hardasa 7-8 ay qohum qonşu gizlədiblər evlərdə ki, heç olmasa o uşağa dəyməsinlər. Amma kimlərsə onun yerini bildirib və onu da həbs eləyiblər. Atamdan əvvəl müşfiqdən sonra əmilərimi həbs eləyiblər. Vahab əmmi, Əsəd əmmi. Yəni ki, onların da indiyə qədər səsi sorağı bilinmədi. Güllələndilərmi, harasa sürgün olundularmı, heç nə bilinmədi. Yəni atam bilirsiniz, o qədər belə dərdli idi də. Müşfiqin adı çəkiləndə artıq onun gözünün yaşı dayanmazdı. Biz uşaq olanda o başa düşməzdik ki, necə olur ki, kişi xeylağı bir adı eşitməklə ağlayır. Biz də baxıb ağlayırdıq. Amma sonra dərk elədikcə, oxuduqca, yəni artıq Müşfiqin şeirləri ilə oxuduqca, tanış olduqca başa düşdü ki, həqiqətən böyük bir dərd imiş. Atamın sinəsində bu böyük bir dərd imiş. Yəni ki, Müşfiq o cür bir oğul itirmək atam üçün böyük bir dərd idi. Ondan əlavə Müşfiqin bacısı, qardaşı, atamın öz qardaşları, hamısı eyni ildə, yəni ki, sürgün olunan, güllənən, hələ də dəqiq bilinmir ki, kimlərə nə oldu. Atam artıq qayıdıb gəldikdən sonra Bakıya buraxılmamağı, ta ki Müşfiq bəraət alandan sonra xalq düşməninin qohumu kimi tanınmağı, 16 yaşlı bir uşağın nə günahı var idi ki, həmin illərdə onu da həbs edib Sibir düşərgələrinə atdılar. Onun orada çəkdiyi əzablar çox çətin idi də. Ondan sonra gələndən sonra atam artıq gələndən sonra Siyəzəndə neft buruqlarında işləyib. Neft buruqlarında da işləyəndən sonra Bakıya gələndən sonra ki, evlənib. Evlənəndən sonra məndən əvvəl 2 evladı olub. Oğlu, qızı. Qızının adını, bacısının adını qoyub Suğra. Oğlunun adı, qardaşının adını qoyub Əsəd. Atam axı gələ bilmir Bakıya, buraxılmır hələ də. Ona görə uşaq 3 gün can verir, Əsəd, yaş yarımlıq. Anam da ki, kirayədə saxlayıb anamı Bakıda. Yəni ki, cavan gəlin nə bilsin ki, çağırıb həkimi deyib, heç nə yoxdur, soyuq olub, dərman verib, bununla da öz vəzifəsini bitmiş hesab eləyib. Bildiyiniz kimi o dövrdə yəni də medisina çox zəif olub da, həkim də az olub. Bu da sahə həkimidir, gəlib bir-iki dərman yazıb, alıb anam verib. Amma uşaq onunla sakitləşməyib də. Atama xəbər gedib ki, uşaq pisdir. Atam gəlib gecə saat 3-də, yəni gizli yollarla gəlib Siyəzəndən uşağı görməyə. Deyir, atamın əlindən tutan kimi uşaq canını tapşırıb. Aparla səhər uşağı bastırmağa, gəlib görüblər ki, qız yoxdur. Qız axtarıblar, qız da ölüb. Biz atamı çəkdiyi dəhşətlər, yəni oradan gələndən sonra elə bir ki, bu körpələr də repressiya qurbanıdır da. Çünki o öz evində olsaydı, bəlkə nəsə eləyə bilərdi, o körpələr məhv olmazdı. Ondan sonra, onlardan xeyli sonra mən dünyaya gəlmişəm. Elə bir ki, 7 il mənə Nəzir Niyazla böyüdüblər. Onu da sonra danışacağım, amma buna baxmayaraq, Balıca xanım Müşfiqin bacısı məni evlatlığa götürmək istəyib, atamı vermək istəməyib də. Amma anam deyib ki, qoy götürsün. Sonra da burada qayıdandan sonra dövlət işində işləyə bilməyib, Baqqazda fəhləlik eləyib. Amma ki, yəni ki, o ölümündən sonra onun neçə kitabını Vahab çıxartdırıb öz şəxsi hesabına. Nə qədər şeirləri, qəzəlləri mən yazırdım, köçürdürdüm, qoyurdum bir qırağa. Gecə yanında həmişə bir tabretkası var idi, ora onun siqaretin qoyurdu, patsiqarın, sonra külqabısı idi, mütləq
kağız qələm qoyurduq. Çünki o gecələr oyanırdı, şeir yazırdı. Yəni bizə də şeiriyyata həvəsi atam oyadıb. 6 uşaq olduq. Hamımız üçün düzürdü cərgə ilə. Qabağımıza ruçka qələm. Bir beyt deyirdi, ona uyğun da biz şeir yazırdıq. İndi şeir deyəndə ki, uşaq idik da, kim nə bacarırdı, ona uyğun mütləq nəsə yazırdı. Yəni ki, şeiriyyata həvəsi atam oyadıb bizdən. Mən yazırdım şeir. Vahab çox şeirlər yazıb, qəzəlləri, yəqin dinlədiz onu. Bir də qardaşım rəhmətlik Cavad. Onun da yarımçıq qaldı müşfiq kimi. Mən həmişə deyirəm, müşfiq taleyli qardaşım. 20 yanvar şəhid oldu o da. Atama təklif elədilər, Balçıxanın rəhmətə gedəndən sonra müşfiqin kitablarını gətirdilər. Balçıxanın evinin açarını gətirdilər. Bir də pul gətirdilər, 3000 o vaxt ki, 70-ci ildə. Atam heç birini qəbul eləmədi, hamısından imtina elədi, təkcə kitabları götürdü. Yəni ki, necə ki, əvvəldən bacısı da imtina eləmişdi hər şeydə, atam da qəbul eləmədi. Elə bil ki, siz necə idi, bizi qoruyurdu. Sovet dövrünə onun inamı yox idi, qoruyurdu həmişə ki, axır bu yıxılacaq, axır bu, amma ki, həmişə qoruyurdu. Çalışın ki, gözdə görünməyin. Yəni, hamımız savadlı uşaqlar idik. Mən instituta getdim 21 gün, çıxartdım mən institutdan ki, qızım, biləcəklər müşfiqin qolumuzu. Deyirəm, ata, axı o bəraət alıb, dəxli yoxdur qızım. Biləcəklər, incidəcəklər. Atamın çəkdikləri, gördükləri, o əzablar, o əziyyətlər elə bil onu işləmişdi də canına qanına. Atam rəhmətə gedəndən sonra anam gedirdi, dəvət olunurdu məclislərə, müşfiq yubileylərinə. Anam gedirdi rəhmətli. Sonra da anam müşfiqin elə bil ki, o görürsünüz, həbsxanada onun nömrəsi 1109 var. Onları anam gedib kimlərləsə arxivlərdə tapıb çıxartmışdı üzə. Harda həbs olunub, harda güllələnib, anam o yerlərə getmişdi. Jurnalistlərlə, sonra tanınmış şəxsiyyətlərlə gedib araşdırmışdı anam onlarla bir yerdə. Gəldi, bura köçəndən sonra da anam bu evin bir küncündə müşfiq üçün muzey yaratdı. Balaca xanımdan da bircə dənə müşfiqin dolabı qalmışdı, deyir. Onu gətirmişdik. O da elə bir ki, öz-özünə elə get-gedə dağıldı, söküldü. Köhnə bir şey idi, ağ rənglə. Rənglədik, elədik, amma ki, axırı dözmədi də. Anam da çox təbliğ elədi müşfiqi, çox çalışdı ki, nəsə əldə eləsin, müraciətlər elədi. Onun burada, bizdən biraz o tərəfdə müşfiqin evi var. Heç olmasa onun evinin yerində onun ev muzeyi yaradılsın. Ora Xızıda bildiyiniz kimi, Əbləsən müəllimgili yığışıb, yəni Xızının tanınmış şəxsiyyətləri o zaman, onlar bir ev muzeyi orada yaratdılar. Anamda da olan eksponatlardan ora verildi. Yəni evdə müşfiqə aid xırda-xuruş nə var idi, şəkilləri idi, Balçıxandan qalmışdı. Onları verdik hamısını. Çox şeyi anam ora təqdim elədi. Yəni anam da ölən gününəcə onun üçün məktublar yazdı ki, bəstə nəsə bir şey yaradılsın bu müşfiq çox. Nakam ölüb də bu. Evladı qalmayıb, bir şey olmayıb. Yəni ki, çox təsirli deyə. Siz bugünkü gündə müşfiqdən sonra 5-ci, 6-cı nəsil gəlir də. Amma görün ki, indiki cavanlar da özlərini ona bənzətmək istəyirlər. Onun mahnılarını oxuyurlar. Onun haqqında nələr yayırlar. Siz bu o qədər təsir edicidir də. Həqiqətən mən fəxr edirəm, sevinirəm ki, yəni bugünkü gənclik də müşfiq deyir. Nə qədər şairlər gəlib gedib bugünkü günə, nə qədər ədiblər gəlib gedib. Amma ki, müşfiqdir də. Müşfiq nakam olub. Müşfiq günahsız olub. Heç nədən güllələnib. Yəni ki, onu da sürgün eləyə bilərdilər. Heç olmasa 10 il gedib hardasa sürgündə qalıb, yenə dönə bilərdi. Vətəninə dönərdi, yenə yaradardı, yaradıcılığı olardı.
əsərləri məhv eləyiblər, nə zülmlərlə öldürüblər. Nə eləmişdi ki, nə günahı var idi, günahsız idi. Ona görə yenə deyirəm ki, bugünkü gəncliklə fəxr edirəm. Yəni, bu günləri hamı müşfiq deyir. Müşfiqi istəyirlər, müşfiqi sevirlər. Çox fəxr edici haldır. Yəni, biz də bunlarla təsəlli tapırıq. Mən də müşfiqin qohumu olduğuma görə o qədər fəxr edirəm. Bu nəslin qızı olduğuma görə müşfiqdən qabaq əmi, müşfiqin atası, Vüsaqə əmi, Mirzə Əbdülqədir Vüsaqə əmi, onların atası, bunlar hamısı müəllim olub, ədib olub, yazıçı olub, şair olub. Yəni ki, belə bir insanları niyə məhv eləyirsiniz? 6 aylıq bilirsiniz ki, müşfiq anadan yetim qalıb. 6 yaşında atası rəhmətə gedib, 6 yanvarda güllələnib. Bilirsiniz, o qədər belə, mən bəlkə də neçə təkrar olur da mən bunu deyirəm. O qədər təsir edicidir. Belə bir ki, 6 rəqəmində sevindirici bir şey də olsa mən sevinə bilmirəm. O qədər sevindirici hadisələrimiz var, amma mən sevinə bilmirəm 6 rəqəmini eşidəndə ki, hər şeyə o dəqiqə müşfiqə həsr eləyirəm. Bilirsiniz, deyirsiniz ki, mən əminin nəvəsiyəm də, müşfiqin əmisinin nəvəsiyəm, amma mən axı o ruhda böyümüşəm, mən axı o qanlanam, mən o canlanam. Ona görə mənə çox təsir eləyir, çox belə, necə deyim ki, elə bilirəm ki, nə bilim, mənim elə əmim olub da, əmim deyirəm. Mənim atam da, məsəl üçün, uşaqlıqdan şeirlər yazıb, o da, amma ki, heç yerə vermədi, heç yerə təqdim eləmədi. Ölümündən sonra biz, Vahab qardaşım bir neçə kitabını çıxartdı öz gücünə, öz hesabına. Bugünkü gündə mən müşfiqə görə hal-hazırda mən müraciətlər eləyirəm. Vahabın da xasiyyəti çox ağırdır, eyni atamdır. Yəni onun da necə bizi Vahabı tapdılar. Fərhad Əliyev eşitmisiniz də, öz atasının məzarını axtaranda, Buta qəbristanlığında, orada müşfiqin güllələnməsinə uyğun bir skelet görmüşlər. Dedilər ki, yəqin bu müşfiqdir. Ona görə sərəncam verilib ki, bunun qohumlarından kimisə tapın. Gəlib Vahabı tapmışdılar, DNK testi götürdülər. 6 il sonra cavab gəldi ki, yox o deyil, müşfiq deyilmiş. Deməli, müşfiqin bacısı Balaca xanım da müəllimə işləyib, müşfiq həbs olunan dövrdə onu çağırıblar ki, ərizə yaz, işdən azad olmağa. O da mən niyə işdən çıxmalıyam ki, sən xalq düşməninin bacısısan ona görə. Gedib, deməli, nazirliyə qədər çıxıb ki, niyə məni çıxardırsınız da, nə günahım var, sən xalq düşməninin bacısısan. Yəni, orada ona nəsə deyilib yenidən, götürüb orada stolun üstə krapinka olub, götürüb vurmağa həmin xanımın başına, amma yerə çırpıb. Yəni ki, bilirsiniz necədir, deyir, aslanın erkəyi dişisi olmaz. Bizim nəsil bağı o cürdür, bizim qadınlarımız da bu cürdür. Mənim bibim də bunu göstərib, orada sübut eləyib ki, ölməkdir, niyə mən xırıldayım bunların qabağında. Bibini də sürgün eləyiblər, Arxangelskə. Hələ 37-ci ildə, müşfiqdən biraz sonra, amma onu sürgün eləyiblər Arxangelskəyə. Ondan da sürgün eləməmişdən də əvvəl yoldaşını çağırıblar, şükürlü, o da jurnalist olub. 6 ayın gəlini olub Balcı xanım. Yoldaşını da həbs eləyiblər, yoxa çıxıb. Elə deyəsən, heç sürgün də eləməyiblər, elə Bakıda gülləliyiblər, onun dəqiq məlumatım yoxdur onun haqqında. Sonra Balcı xanım Arxangelskəyə sürgün olunandan sonra 43-cü ildə ona deyiblər ki, sən burada həbsdə ola tibb bacısı işləyə bilərsən. Amma bu müəllimə olub baxır, amma onu da öyrənib. Orada tibb bacısı işləyib. 47-ci ildə Arxangelskədən sürgün eləyiblər onu Özbəkistana. Artıq Özbəkistanda da ona təklif eləyiblər dərzilik. Axı bunu da eləməyib, dərzilik də eləyib. Yəni biz necədir? İnsan o deyir ki, nəsil
şeirlə tanınsınız. Görürsünüz, hər bir hərəkətimizdə, hər bir sahədə biz bacarıqlıyıq, bacarırıq. Yəni ki, bunu eləyirik. Bibi də bunu eləyib. Orada da dərzilik eləyib. Artıq 48-ci ildə Bibiyə bəraət verilib, həbsdən çıxsın. Bəraət verilməyib, həbsdən buraxılıb sürgündən. Deyiblər ki, Bakıya girə bilməzsən, 50-ci illərdə artıq, Bakıya girə bilməzsən, amma get, Azərbaycana gedə bilərsən. O da gəlib Şamaxıya. Şamaxıda da yenə tibb bacısı işləyib. Məndə əmək kitabçası var, göstərərəm sizə, baxarsınız. Balcıxan Bibi özü 54-cü ildə bəraət alıb, amma yenə Bakıya buraxılmayıb. 56-da artıq müşfiq bəraət alandan sonra Bakıya gəlib. 61-ci ildə ona Yasamalda ev veriblər. Şərifzadə küçəsində ev veriblər. Orada yaşayıb. Sonra o bir neçə il sonra məni istəyib götürsün. Atam vermirmiş ki, yəni o iki ağır zərbədən sonra, iki körpəni itirəndən sonra mən olmuşam da, məni vermək istəmir. Anam deyib ki, yox, bizdə artıq neçə evlad var, gəl verək Reyhanəni ona. Məni götürüb, aparıb, başlayıb sənədlər düzəltməyə, alınmayıb. Yenə bir neçə dəfə aparıb, sənəd də niyə alınmayıb? Yəni ki, bildiyiniz kimi tək qadına heç kim evladlıq vermirmiş. Ona görə o, yəni ki, heç bir sənəd düzəldə bilmədiyinə görə məcburən yenə məni qaytarıb ata-anama. Amma gedib gəlirdi. Hər gələndə də ancaq məni istəyirdi. Hətta ölən günü inanırsınız, 6 uşaq düzülmüşük yanına da. Deyir, bunlar kimdir, getsinlər burada, bir dənə sən qal. Məni saxlayırdı yanında, bir də Vahabı. Mən 3 gün bizdə can verdi. 1-ci mikrorayonda. Anam getdi, getirdi, gəldi onu. Qonşular zəng elədi ki, bəs can verir, yaxşı deyil, qışqırığı götürüb aləmi gəlin. Anam ki, gətirdi onu, indi dedi ki, anam bizdə bu can verir də, müşfiqi istəyir. Dedik, neyniyək? Bizdə də müşfiqin şəkli yox idi, bir plastinka var idi. Zeynəb xanlar orada sənə qurbanı oxuyurdu. Gətirdik, onu qoyduq onun sinəsinə. Bir də ədəbiyyat kitabında müşfiqin şeiri və şəkli vardı, onu qoyduq sinəsinə. Görürük, hələ deyir, müşfiq, 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 çağırır müşfiqi. Bir də anam dedi ki, bəlkə Dilbəri çağıraq, Dilbər xanım. Atam da belə baxdı anama, heç nə demədi, sustu. Sustu, bir gecə yarıdı. Kim getsin, kim çağırsın? Atam gedən deyil. Dedi ki, Məryəm bilir adresi. Məryəm də ki, mənim atamın o biri bibisi nəvəsi idi. O da jurnalist işləyirdi. Mikrorayonda deməli, yolun o tərəfində də onlar olurdu. Mən, bizim qonşu qız getdik, Məryəm xanımı götürdük, taksiyə mindik, getdik Dilbər xanım. Siz evə girəndə, mən də 8-ci sinifdə oxuyordum da, evə girdim, mən çaşdım. Hər tərəfdə müşfiqin şəkilləri, hər tərəfdə Dilbərlə müşfiqin şəkilləri. Onda da çox təsirləndim. Nə qədər təsirlənsəm də, onda uşaq idim. İndiki kimi, yəni ki, get-gedə elə bir ki, təsiri daha çoxdur. Dilbər xanım da xəstə idi, qızdırma içində. Eşitdi, dedim ki, bəs anam deyir ki, gələsiz Balcıxan bizdədir, vəziyyəti pisdir. Durdu, gəldi, qızı Leyla ilə. Gəldilər, Leyla xanım da elə bir ki, doğmaca bibisidir də. Elə getdi onun qucağına, bibi deyərək, qucaqladı onu. Dilbər xanımın vəziyyəti pis oldu, anam gilə onu keçirdi o bir otağa. Amma mən başının üstə idim də, neçə gündür. Əli əlimdə, gördüm ki, xırıldayır, qışqırdım, ata, gəl. Nəsə oldu ona. Atam gəldi, məni atamın qucağında keçindi. Yəni, bilirsiniz, 8-ci sinifdə oxuyan bir uşaq üçün nə dərəcədə dəhşətli bir şeydir. Sevdiyin insanlardan yadigar qalar, o da getdi. Məncə 40 gün məclis verdi atam gəli. 70-ci ildə, sentyabrın 23-ü. Biz dəqiq tarix niyə görə yadımdadır? Sentyabrın 20-si atamın ad günüdür. Atam da heç yox sentyabrın 20-si evdə oturmur, Xızıya gedir. Dədə-baba yurduna gedir. O 23-ü rəhmətə getdi, 70-ci ildə.
Ondan sonra yenə gətirdilər atama, təklif elədilər Balçıxandan sonra ki, evini, yəni də uşağın adına keçirtmək olar da artıq istəmədi, qəbul eləmədi. Nə pul qəbul eləmədi, nə evi qaytardı hamısını. Allah rəhmət eləsin Müşfiq əmiyə də, Balçıxan bibiyə də. Qardaşı Mirzədir, indiyəcən xəbər olmadı. Bacısı böyük ki, eşidən kimi özünü yandırdı. Ailə məhv oldu. Onlara görə mənim əmilərim də, atam da, baba. Atam da o dərdi çəkə-çəkə axırı ağır xəstəliyə tutulub həyatına son qoyuldu. Neçə zamandır siz deyirsiniz, vallahi adam qıymır. Çox sağ olun. Siz də müşfiq sevərsiniz, bilirəm. Müşfiq ruhu ilə böyümüsünüz. Çünki Xızı əhli hamısı o ruhla böyüyüb. Cəfər Cabbarlı ruhu ilə, müşfiq ruhu ilə, Cabir Noruz ruhu ilə. Yəni ki, bizim bu dahilərimiz çoxdur, tanınmışlarımız çoxdur. Əmimin ruhu ilə, Mirzə Əbdülqədir əminin ruhu ilə, İsmail babamın ruhu ilə. Yenə də sizə böyük təşəkkür bildirirəm, ailəmiz adına, öz adına. Çox sağ olun, zəhmət çəkdiniz. Bu günləri, bütün günümüzü bizə həsr elədiniz. Yenə çox-çox böyük təşəkkür edirəm. Allah işlərinizi avan eləsin, uğurlarınız bol olsun. Bizə aid yenə də nə qulluğunuz olsa hazır.